Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq devisi ilə keçirilən Milan Expo 2015 beynəlxalq sərgisində bu il 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil edilir. Oktyabrın 31-də davam edəcək sərgi öz izləyici sayına və miqyasına görə məşhurdur. Təsadüfi deyil ki, bu il mayın 1-dək sərgiyə 11 milyondan çox bilet satılıb. Azərbaycan milli pavilyonunu isə indiyə qədər 1 milyondan çox insan ziyarət edib. Prezident İlham Əliyev, xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva İtaliyanın hökumət nümayəndələrinin, ictimai xadimlərinin, bu ölkədəki diplomatik korpusun təmsilçilərinin və digər nüfuzlu qonaqların iştirak etdiyi Milan Expo 2015 sərgisinə gəldilər. Milan Expo 2015'də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti işləri 18 ay davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən aparılıb. Ümumi sahəsi 1800 kvadrat metr olan 4 mərtəbəli milli pavilyon Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji potensialını, flora və faunasının rəngarəngliyini, nadir biomüxtəlifliyini tərənnüm edir. Milli pavilyonumuzda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakının güzgüsü layihəsi vasitəsilə paytaxtımızla birbaşa əlaqə yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavari oturacaqla tamamlanmış monitor quraşdırılıb. Eyni monitordan Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorlar vasitəsilə İtaliyada və Bakıdakı insanlar bir-birləri ilə canlı ünsiyyətdə ola bilərlər. Azərbaycan pavilyonunda əvvəlcə Bakı ilə video əlaqə yaradıldı. Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhəbbət Mehdiyeva Prezident İlham Əliyevi salamladı. Cənab Prezident, sizi burada bu cür görməyə çox şadım. Çatdırmaq istəyirik ki, Milanda Azərbaycan pavilyonunun girəcəyində quraşdırılan Bakı güzgüsü, elektron pəncərəsi eyni etapda da quraşdırıldı. Bu təsadüfi deyil. Çünki yaratdığı gündən, fəaliyyətə başladığı gündən Heydər Əliyev Mərkəzi və onun ətrafı, onun halkı gözəl bir seyranqaha çevrilmişdi və həmişə burada həm Bakının qonaqları, həm Bakının sakinləri həmişə burada olurlar. Sağ olun, sağ olun. Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. Milan Expo 2015 başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda quraşdırılması və ziyarətçilərin istifadəsinə verilməsi planlaşdırılır. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat verildi. Pavilyonda qurulmuş 3 biosfer ətraf mühiti və qədim mədəniyyəti harmoniyada saxlamağı və qorumağı bacaran ölkəni təcəssüm etdirir. Pavilyonu əhatə edən dalğavari taxta divarlar bu diyara xas olan küləyin və həmişə burada dövr edən mədəni və yaradıcı axınının rəmzidir. Milan Expo 2015 üçün yaradılmış Azərbaycan biomüxtəliflik xəzinəsi pavilyonu şimal və cənub, şərq və qərb arasında körpü rolu oynayan bu diyarın bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirir. Mədəniyyətlərin kəsişməsi biosferi ziyarətçiləri ölkənin ən mühüm tarixi və mədəni məkanlarına səyahət aparır. İkinci biosfer ölkəmizin təbii biomüxtəlifliyinə və mədəni irsinə həsr olunur. Buradakı konstruksiya Azərbaycanın zənginlik rəmzi olan nar ağacını təcəssüm etdirir. İnnovasiya və ənənə adlanan kompozisiyada xalqımızın ənənəyə sadiq, eyni zamanda gələcəyə yönəlik innovativ ölkə olduğu göstərilir. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatların təqdim olunduğu səslər harmoniyası, iqlim, landşaft və bioloji müxtəlifliyə dair məlumatların yer aldığı Rənglər Simfoniyası adlı kompozisiyalarda qurulur. Dadlar Simfoniyasında isə milli mətbəx və orqanik qida məhsulları barədə nümunələr təqdim edilir. Bakını kəşf et. Azərbaycan simaları köşələrində də paytaxtımız və insanlarımız haqqında məlumatlar verilir. Bundan əlavə pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematografiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir. Milli pavilyonun həyətində yaradılan IDEA, biomüxtəliflik parkında ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin fəaliyyətinə dair məlumatlar, müxtəlif ekoloji layihələr təqdim edilir və əyləncəli proqramlar təşkil edilir.
Azərbaycanda biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində, milli təbii sərvətlərin bərpasının təmin edilməsində və mühafizəsində, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsində görülmüş işlər də pavilyonun daxili tərtibatında əks olunur. Qeyd olunan istiqamətlər üzrə qısa metrajlı video şəxslərin çəkilməsi üçün müxtəlif ssenarilər hazırlanıb. Bu video materiallar sərgi boyunca milli pavilyonda təqdim olunacaq və ziyarətçilərin ölkəmizlə vizual tanışlığını təmin edəcək. Milan Expo 2015-ə hazırlıq ərəfəsində Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, unikal landşaftların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri də aparılıb. Sonra xatirə şəkli çəkdirildi. Milan Expo 2015 Təşkilat Komitəsinin rəyinə görə Azərbaycan hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerdə yetirən ölkələr sırasındadır. Eyni zamanda xarici mətbuat və İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiribdir. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun dizaynına görə digərlərindən çox fərqləndirdi. Seçilmiş mövzuya tam uyğun olduğunu qeyd ediblər. Ölkəmizin bu uğurları səbəbindən Ermənistan Milan Expo 2015-də iştirakdan imtina edib. Daha sonra Milan Expo 2015 beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimi oldu. İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi. Milan Expo 2015 sərgisinin baş direktoru Bruno Antonio Pasquini çıxış etdi. Cənab Prezident, sizin burada olmağınız nəinki Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığa verdiyi dəyəri, o cümlədən ölkənizi bağlayan qarşılıqlı hörmət və böyük ehtiram münasibətlərini nümayiş etdirir. Milana burada müzakirə olunan mövzulara verdiyiniz əhəmiyyətlə yanaşı xatırlatmaq kifayətdir ki, Azərbaycan üçüncü olaraq Expoya qoşulmuş ilk ölkələr sırasındadır və sərgiyə hazırlıq mərhələsində ən fəal iştirakçılardan biri olub. Milan 2015-in çox saylı qonaqları sizin pavilyon sayəsində ölkənizi tanımaq imkanı əldə etdi. Gələcəyə açıq və inanan ölkə, zəngin tarixi məkanı, ölkənin sürətli inkişafını, beynəlxalq miqyasda tam nüfuzlu mövqeyini mümkün etmiş keyfiyyətlərə malik, ənənə və texnoloji innovasiyaya bağlı olan ölkəni və xalqı tanıdılar. Sizin pavilyon, cənab prezident, qonaqları öz görünüşü ilə cəlb edir. Onlar həmçinin ölkələrimiz arasında yaxınlıq, sizin məhz Milanda iştirakınızı rəmzi olacaq, yadda qalan xatirə, pavilyonunuzu məhz seyr etmə imkanı yaradacaq. Həmin bu pavilyon 6 ay keçdikdən sonra Bakı parkına köçürüləcəkdir. İqlim, təbiət, ölkənizin gözəl adət-ənənələri, mətbəxinizin ləziz yeməkləri əks olunur və bununla yanaşı Azərbaycan xalqının çox səmimi və ənənəvi qonaqpərvərliyi hər tərəfli şəkildə nümayiş etdirilir. Öz quruluşu və mənasına görə yüksək dəyərləndirilən pavilyonunuz iştirakınız üçün əvvəlcədən seçilmiş mövzu Azərbaycan biomüxtəliflik xəzinəsi ilə tamamlanır. Bu mövzu Expo'nun dərin mənasını, ərzaq məsələlərinin həlli, onların vacibliyini məhz xüsusi olaraq qeyd etdirir. Cənab Prezident, Expo Milan 2015 kənd təsərrüfatı sahəsində davamlı inkişaf, acılığa qarşı mübarizə, qadının insanlar arasında, dinlər və mədəniyyətlər arasında dialoqun rolu kimi vacib mövzulara diqqəti cəlb etmək üçün xüsusi fürsətdir. Həmçinin beləliklə
bura gələn hər kəs fərdi seçimlər ilə qlobal proseslər arasında böyük əlaqəni görə biləcək. Həmçinin ölkəniz üçün planeti qidalandırmaq, həyat üçün enerji adı şüarı sadə şüar deyil. Çünki bununla yanaşı qeyd etmək lazımdır ki, gələcək inkişaf istiqaməti məhz ondan ibarət ki, sizin məhz iqtisadi və siyasi inkişafınız böyük vüsət almışdır. Yekun olaraq cənab prezident bildirmək istəyirik ki, sizin Bakı 2015 oyunlarınız uğurla keçmişdir. Bu münasibətlə sizi təbrik edirik və hesab edirik ki, Expo Milan tədbiri həmçinin bizim ölkələrimizə öz münasibətlərimizi daha da dərinləşdirmək və idman sahəsində bölüşdüyümüz dəyərləri nümayiş etdirmək fürsətidir. Cənab prezident, biz bilirik ki, bir neçə dəqiqədən sonra siz buradan çıxıb və növbəti səfərə, vacib siyasi səfərə yollanacaqsınız, Romaya gedəcəksiniz. Bu da iki tərəfli münasibətlərimiz baxımından çox vacibdir. Cənab prezident, hörmətli iştirakçılar, xanımlar və cənablar, bu mərasimdə iştirak etdiyinizə görə təşəkkürümüzü bildiririk və hesab edirik ki, burada iştirakınız bizim hamımız arasında bizi bir-birimizə bağlayan əlaqələrin bir daha gözəl təcəssümü oldur. Bir daha minnətdaram. Sonra Prezident İlham Əliyev mərasimdə çıxış etdi. Hörmətli xanımlar və cənablar, əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Bugün Milan Expo'da Azərbaycan Milli Günüdür. Bugün də bizimlə bərabər olduğunuza görə sizə minnətdaram. Fürsətdən istifadə edərək İtaliya hökumətini Milan Expo'nu yüksək səviyyədə təşkil etdiyinə görə ürəkdən təbrik edirəm. Qeyd etməliyəm ki, Azərbaycan bu sərgilərdə 2000-ci ildən iştirak edir. Ancaq bu dəfə ilk dəfədir ki, biz öz milli pavilyonumuzla təmsil olunuruq. Bir qədər bundan əvvəl pavilyonla tanış oldum və burada deyildiyi kimi pavilyon həm memarlıq baxımından, daxili dizayn, tərtibat baxımından zövq oxşayır, yüksək səviyyədədir və ölkəmizlə tanış olmaq üçün çox gözəl imkanlar yaradır. Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, xalçaçılıq sənəti, Azərbaycanla bağlı olan kitablar nümayiş etdirilir və qonaqlara Azərbaycan haqqında dolğun təsəvvür çatdırır. Azərbaycan qədim diyardır. Çox zəngin mədəniyyətə, tarixə malikdir, memarlıq abidələrinə malikdir. Ancaq müstəqil ölkə kimi cəmi bizim 24 yaşımız var. Ona görə ölkəmizi dünyada, Avropada tanıtmaq üçün müxtəlif tədbirlər keçirilir. Onların içində Milan 2015 əlbəttə ki, xüsusi yer tutur. Eyni zamanda bizim pavilyonumuzda bugünkü Azərbaycan reallıqları da öz əksini tapıb. Azərbaycan dinamik sürətlə inkişaf edən ölkədir, dünyaya açıq olan ölkədir. Şərqlə qərb arasında yerləşir və həm coğrafi, həm siyasi, həm mədəni baxımından şərqlə qərb arasındakı bir körpüdür. Əsrlər boyu Azərbaycanda yaşayan müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi sülh, əmin-amanlıq şəraitində yaşamışlar. Və bugün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda həyat tərzidir. Və Milan Expo'nun mövzularından biri də məhz multikulturalizmdir. Eyni zamanda digər mövzular da böyük əhəmiyyət daşıyır. Onların içində ərzaq təhlükəsizliyi məsələləri bugün dünya gündəliyinin əsas məsələlərdən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə çox önəmli addımlar atmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının FAO-nun hesabatında Azərbaycanın əldə etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, artıq bizdə aclıq tamamilə aradan qaldırılıbdır və FAO-nun hesabatına görə dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi 2 dəfədən çox aşağı düşmüşdür.
bu böyük bəla Azərbaycanda aradan götürülübdür. Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bir neçə il bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə biz üzv seçilmişik. Bu, bizim ölkəmizin beynəlxalq nüfuzunu göstərir. Ölkəmizdə aparılan iqtisadi islahatlar bugün imkan verir ki, biz çox şahəli iqtisadiyyata malik olaq. Son illər ərzində aparılan işlər nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bugün işsizlik və yoxsulluq Azərbaycanda 5% səviyyəsindədir. Son 10 il ərzində 1 milyondan çox yeni iş yeri açılmışdır. Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Dövlət xarici borcumuz ümumi daxili məhsulun cəmi 10%-ni təşkil edir və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə ölkələrin iqtisadi cəhətdən rəqabət qabiliyyətliyinə görə Azərbaycan dünya miqyasında 38-ci yerdədir. Yəni, gənc, müstəqil dövlət üçün bu böyük göstəricidir. Əlbəttə ki, ölkə qarşısında duran məsələlər var, biz onları həll edirik. Ancaq son illərdə attığımız addımlar və əldə edilən nailiyyətlər demək əsas verir ki, qarşıda duran məsələlər də uğurla icra ediləcəkdir. Bir sözlə bugün Azərbaycan dünyaya açıq, müasir, dinamik inkişaf edən, iqtisadi cəhətdən möhkəm dayaqları olan bir ölkədir. Bugün İtaliyada olarkən İtaliya-Azərbaycan əlaqələri haqqında bir neçə kəlmə demək istəyirəm. Bu əlaqələr bugün ən yüksək səviyyədədir. İtaliya bizim üçün yaxın, dost, tərəfdaş ölkədir və İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri inkişaf edir. İlk növbədə siyasi əlaqələr. Keçən il, düz bir il bundan əvvəl, iyul ayında mən İtaliyada növbəti dəfə rəsmi səfərdə olarkən iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilmişdir. Yəni, strateji tərəfdaşlıq iki ölkə arasındakı əlaqələrin ən yüksək zirvəsidir. Bugün biz bu əlaqələri belə görürük və siyasi əlaqələr möhkəmlənir. Mən bugün buradan Romaya yola düşürəm və Romada İtaliyan rəhbərləri ilə mənim görüşlərim olacaqdır. Və siyasi əlaqələr əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Onu da qeyd etməliyəm ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu da çox sevindirici haldır və bu bizi sevindirir çünki İtaliya bizim üçün çox yaxın ölkədir və Azərbaycan əhalisi, Azərbaycan insanları İtaliyaya çox böyük sevgi ilə, rəğbətlə yanaşırlar və Azərbaycanda olan, işləyən, yaxud da ki, turist kimi gələn İtalyanlar bunu əlbəttə ki, hiss edirlər. Bizim iqtisadi əməkdaşlığımız dərinləşir və bugün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlbəttə, bizim iqtisadi əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır. Bugün Azərbaycan və İtaliya ölkəmiz üçün, bölgə üçün, Avropa üçün çox önəmli olan Cənub qaz dəhlizinin icrası ilə birgə məşğuldurlar. Cənub qaz dəhlizi Bakıda, Azərbaycanda başlayır və İtaliyada başa çatır. 3000-dən çox kilometr uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq və bugün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, Cənub qaz dəhlizini biz vaxtı-vaxtında icra edəcəyik və beləliklə bundan sonra uzun illər, 10 illiklər ərzində İtaliya və Azərbaycan o cümlədən enerji siyasəti ilə bir-birinə daha da sıx bağlı olacaqdır. Bir sözlə, bizim iki tərəfli əlaqələrimiz sürətlə inkişaf edir və bu əlaqələrin inkişaf üçün çox gözəl imkanları var. Bizim Azərbaycan pavilyonunda 2 ay ərzində 1 milyondan çox qonaq artıq ölkəmizlə tanış olmuşdur. Bu özlüyündə bir göstəricidir. Özlüyündə onu göstərir ki, ölkəmizə çox böyük maraq var
və bu maraq qarşılıqlıdır. Burada qeyd edildi ki, bir neçə gün bundan əvvəl Azərbaycanda Avropa oyunları keçirilmişdir. İlk dəfə olaraq başqa qitələrdən fərqli olaraq Avropa oyunları heç vaxt keçirilməmişdir. Onu da qeyd etməliyəm ki, bu oyunların keçirilməsi haqqında qərar məhz İtaliyada verilmişdir. 2012-ci ilin dekabrında Romada Avropa Olimpiya Komitəsi bu qərarı verdi və bu şərəfli missiya bizim üzərimizə düşdü. Və Azərbaycan bu oyunları ən yüksək səviyyədə təşkil etdi, keçirtdi və bu doğrudan da böyük idman və dostluq bayramı olmuşdur. Və İtaliya komandası çox böyük nəticələr əldə etmişdir. Bu qələbələr münasibəti ilə mən sizi ürəkdən təbrik etmək istəyirəm. Onu da qeyd etməliyəm ki, 2 ildən sonra Bakıda İslam həmrəylik oyunları keçiriləcək və bu bir daha mənim sözümü təsdiqləyir. Çünki Azərbaycan həm Avropaya yaxın olan bir ölkədir, Avropa təşkilatlarında çalışır və Avropa təşkilatlarının üzvüdür. Eyni zamanda müsəlman aləminin tərkib hissəsidir. Və biz öz siyasətimizlə çalışırıq ki, sivilizasiyalar arası diyaloqu, dinlər arası, mədəniyyətlər arası diyaloqu gücləndirək. Hesab edirəm ki, İtaliyanın və Azərbaycanın bu sahədə gördüyü işlər təqdirə layiqdir və biz gələcəkdə öz səylərimizi bundan sonra da gücləndirəcəyik. Bu sərgidə Azərbaycan çalışdı ki, öz imkanlarını ortaya qoysun və dediyim kimi 1 milyondan artıq insan artıq pavilyonumuzla tanış olmuşdur. Amma ən yaxşı tanışlıq əlbəttə ki, Azərbaycanı görməkdir. Mən sizi, bizim dostlarımızı Azərbaycana dəvət edirəm, ölkəmizə gəlin və siz görəcəksiniz ki, İtaliyalılara Azərbaycanda çox böyük rəğbət var. Bir daha əziz dostlar, bizimlə bərabər olduğunuza görə sizə minnətdaram. İtaliya xalqına yeni uğurlar, qələbələr və xoşbəxtlik arzulayıram. Sağ olun. Çıxışlardan sonra dövlətimizin başçısı və xanımı sərgidəki İtaliya Milli Pavilyonu ilə tanış oldular. İtaliyanın Milli Pavilyonunun əsas konsepsiyası cəmiyyətin rifahının yüksəldilməsi, torpağın ümumbitliyinin artırılması üçün insanların istedadından səmərəli istifadəni, ətraf mühitin mühafizəsinə ehtiva edir. Burada ziyarətçilər ölkənin zəngin mədəni irsi ilə tanış olmaq və onun incəsənətinə daha yaxından bələd olmaq imkanı əldə edirlər. Pavilyonda həmçinin İtaliyanın gözəlliyinin əsas ruhu olan füsunkar təbiət və möhtəşəm memarlıq abidələri ziyarətçilərin marağına səbəb olur. Prezident İlham Əliyev İtaliya Milli Pavilyonunun xatirə kitabına ürək sözlərini yazdı. Xatırladaq ki, Ümumdünya Expo sərgisi 1851-ci ildən etibarən keçirilir. Bu sərgi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi sayına görə Olimpiya oyunları və futbol üzrə dünya çempionatlarından sonra 3-cü böyük beynəlxalq tədbir hesab olunur. İyulun 9-da Prezident İlham Əliyevin Milanın səfəri başa çatdı. İtaliya Respublikasına işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev iyulun 9-da paytaxt Romaya gəldi.